Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about business, work, and office environment. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is görüş təşkil etmək. Görüş təşkil etmək. Görüş təşkil etmək. Görüş təşkil etmək. Görüş təşkil etmək means to organize a meeting. To organize a meeting. To organize a meeting. For example, biz görüş təşkil etmək istəyirik. Biz görüş təşkil etmək istəyirik. Biz görüş təşkil etmək istəyirik. It means we want to organize a meeting. We want to organize a meeting. Sonra hesabat hazırlamaq. Hesabat hazırlamaq. Hesabat hazırlamaq. Hesabat hazırlamaq. Hesabat hazırlamaq means to prepare a report. To prepare a report. Hesabat hazırlamaq. To prepare a report. For example, mən hesabat hazırlamaq üzrəyəm. Mən hesabat hazırlamaq üzrəyəm. Mən hesabat hazırlamaq üzrəyəm. Mən hesabat hazırlamaq üzrəyəm means I'm about to prepare a report. Mən hesabat hazırlamaq üzrəyəm. I'm about to prepare a report. Mən hesabat hazırlamaq üzrəyəm. Mütəxəssis olmaq. Mütəxəssis olmaq. Mütəxəssis olmaq. Mütəxəssis olmaq. Mütəxəssis olmaq. Mütəxəssis. 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 Mütəxəssis olmaq means to be a specialist. To be a specialist. For example, o marketing üzrə mütəxəssis olmaq istəyir. O marketing üzrə mütəxəssis olmaq istəyir. Means he or she wants to be a specialist in marketing. She wants to be a specialist in marketing. O market üzrə mütəxəssis olmaq istəyir. She wants to be a specialist in marketing. Layihə idarə etmək. Layihə idarə etmək. Layihə idarə etmək. Layihə idarə etmək. Layihə idarə etmək means to manage a project. To manage a project. To manage a project. For example, mən layihəyə idarə etmək bacarığına malikəm. Mən layihəyə idarə etmək bacarığına malikəm. Mən layihəyə idarə etmək bacarığına malikəm. Means I have the ability to manage a project. I have ability to manage a project. I have the ability to manage a project. Mən layihə idarə etmək bacarığına malikəm. Mən layihə idarə etmək bacarığına malikəm. I have the ability to manage a project. Komanda ilə işləmək. 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 Means to work with a team. To work with a team. To work with a team. For example, mən komanda ilə işləmək zərurətindəyəm. Mən komanda ilə işləmək zərurətindəyəm. Mən komanda ilə işləmək zərurətindəyəm. Zərurətindəyəm. Komanda ilə işləmək zərurətindəyəm. We need to work. I need to work. I need to work with a team. I need to work with a team. I need to work with a team. Mən komanda ilə işləmək zərurətindəyəm. Təklif vermək. Təklif vermək. Təklif vermək. Təklif vermək. Təklif vermək. It means to make a proposal. To make a proposal.
To make a proposal. Like təklif vermək. To make a proposal. For example, mən yeni təklif vermək istəyirəm. 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 It means I want to make a new proposal. I want to make a new proposal. I want to make a new proposal. İş saatları müəyyən etmək. İş saatları müəyyən etmək. İş saatları müəyyən etmək. İş saatları müəyyən etmək means to set working hours. To set working hours. To set working hours. İş saatları müəyyən etmək. For example, iş saatları müəyyən etmək vacibdir. 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 It is important to set working hours. It is important to set working hours. It is important to set working hours. İş saatları müəyyən etmək vacibdir. Ofis əşyaları almaq. Ofis əşyaları almaq. Ofis əşyaları almaq. Ofis əşyaları almaq means to buy office supplies. To buy office supplies. For example, biz ofis əşyaları almaq planlaşdırırıq. Biz ofis əşyaları almağı planlaşdırırıq. Biz ofis əşyaları almağı planlaşdırırıq. Biz ofis əşyaları almağı planlaşdırırıq. Which means we plan to buy office supplies. We plan to buy office supplies. We plan to buy office supplies. Biz ofis əşyaları almağı planlaşdırırıq. Rəhbərlik etmək. Rəhbərlik etmək. Rəhbərlik etmək. Rəhbərlik etmək means to lead. To lead. To lead. For example, o layihəyə rəhbərlik etmək istəyir. O layihəyə rəhbərlik etmək istəyir. O layihəyə rəhbərlik etmək istəyir. She wants to lead the project. She wants to lead the project. She wants to lead the project. She wants to lead the project or he wants to lead the project, doesn't matter. O layihəyə rəhbərlik etmək istəyir. And last one. Müştəri ilə əlaqə saxlamaq. Müştəri ilə əlaqə saxlamaq. Müştəri ilə əlaqə saxlamaq. Müştəri ilə əlaqə saxlamaq means to communicate with the client. To communicate with the client. To communicate with the client means müştəri ilə əlaqə saxlamaq. Müştəri ilə əlaqə saxlamaq. To communicate with the client. For example, mən müştəri ilə əlaqə saxlamaq məcburiyyətindəyəm. Mən müştəri ilə əlaqə saxlamaq məcburiyyətindəyəm. Mən müştəri ilə əlaqə saxlamaq məcburiyyətindəyəm. Məcburiyyət. Məcburiyyətindəyəm. I have to communicate with the client. 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 Mən müştəri ilə əlaqə saxlamaq məcburiyyətindəyəm. And that's it. I hope you enjoyed. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun and görüşəndə. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about occupation. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget, let's get started. Hakim.
Həkim. Həkim. Həkim is doctor. Doctor. Mühəndis. Mühəndis. Mühəndis is engineer. Mühəndis. Müəllim. Müəllim. Müəllim is teacher. Teacher. Tələbə. Tələbə. Tələbə is student. Student. Aşpaz. Aşpaz. Aşpaz is cook. Cook. Hüquqşünas. 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 Hüquqşünas is lawyer. Lawyer. Ressam. 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 Ressam is artist. Artist. İktisatçı. 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 İktisatçı is economist. Economist. Mühasip. 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 Mühasip is accountant. Accountant. Yazıcı. 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 Yazıcı is writer. Writer. Tərcüməçi. Tərcüməçi. Tərcüməçi is translator. Translator. Sürücü. Sürücü. Sürücü is driver. Driver. Sürücü. Driver. Şair. 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 Şair is poet. Poet. Psikolog. 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 Psycholog is psychologist. Psychologist. Pilot. 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 Pilot is pilot. Pilot. Kimyager. 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 Kimyager is chemist. Chemist. That's it. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşürüz.